nə deyir bizə? 9-da bizə deyir, duzun hidroliz mərhələsinin sayı, dissosiasiya mərhələsinin sayı bərabər olmalıdır. Gəlin bir baxaq burada. Məsələn, dəmir xlor 2 neçə mərhələdə dissosiasiya edir? Normal duzdur 1 mərhələ. Bunlar hər biri normaldır. Hər birinin dissosiasiyası 1. İndi hidrolizinə baxaq. Ferrum xlor 2 nəyə görə hidroliz eləyər uşaqlar? Bayaq birinci qrupda da var idi belə sual. Ferrum xlor 2 dəmirə görə hidroliz eləyər, xlora görə. Dəmirin də valenti neçədir? 2 mərhələdir. Bizə lazımdır bərabər olsun. AgNO3 Ag-yə gümüşə görə eləyər, NO3-ə görə eləyər. Gümüşə görə eləyər, gümüşün valenti 1, onda 1. CH3CO natrium, CH3CO-ya görə eləyər, yoxsa natriuma görə eləyər? CH3CO, onun da valenti 1-dir. Natrium karbonat, natriuma görə eləyər, karbonata görə eləyər. Karbonatın da valenti 2-dir, onda 2. Bərabər olan oldu uşaqlar. 2 və 3. Bunlar artıq çox çətin suallar. Yəni